Hamıya salam, mən Alsu Şahbaz. Bugün sizinlə birlikdə listeningi necə inkişaf elətdirə bilərik, o haqda danışacağıq. Fərqi yoxdur, ola bilər ki, siz sıfırdan hazırlaşırsınız, ola bilər ki, deyək ki, sizin biraz bazanız var, ancaq ilişib qalmışsınız və yuxarı səviyyəyə qalxa bilmirsiniz listeningdə. Fərqi yoxdur, siz bəlkə buraxılışa hazırlaşırsınız, ya da ki, General English hazırlaşırsınız. Listeningi necə inkişaf etdirək və ən çox da bu video sıfırdan hazırlaşanlar üçün kömək olacaq. Onu qeyd etməliyəm ki, mənim avqust ayının 1-də buraxılış üçün digər yeni bir qrupam açılacaq. Yay qrupamız artıq açılıb və biz onlarla dərsə çoxdan başlamışıq. Bir ayda davam edir dərslərimiz. Avqust ayında isə yeni bir qrupa ilə sıfırdan yenidən bizim bir qrupamız açılacaq və orada biz buraxılışa hazırlaşacağıq. Həm 9, həm 10, həm də ki 11-ci sinif şagirdləri mənimlə əlaqə saxlayıb mənimlə birlikdə hazırlaşa bilərlər. Qeydiyyatdan keçmək üçün sadəcə olaraq ekranda gördüyünüz 050 857 46 15 nömrəsinin WhatsApp nömrəsinə yazmağınız kifayətdir. Həmçinin mənim General English dərslərim də var. Onlar üçün də qeydiyyatdan keçə bilərsiniz. Və başlaya bilərik videomuza. Deməli, belə. Deyək ki, siz sıfırdan başlayırsınız listeningə. Ümumiyyətlə, heç bir anlayışınız yoxdur. Yenə də siz burada nədən başlamalısınız? A1-dən başlamalısınız. Bəs bu A1 nə deməkdir? Ümumiyyətlə dil səviyyələrə bölünür. A1, A2, B1, B2, C1, C2. A1, A2 elementar daha yeni bir səviyyədir. Daha asan səviyyələrdir. İlkin səviyyələrdə bu cür deyək. B1, B2 isə daha orta səviyyələr, C1, C2 isə daha üst səviyyə, professional səviyyələr deməkdir. Bu şəkildə. Və siz təbii ki də sıfırdan başlayırsınız öyrənməyə. Əlbəttə ki, siz A1-dən başlamalısınız. Yəni, təsəvvür eləyin ki, siz şkafın başında bir kitab var və siz əlinizi uzadırsınız. O şkafın üzərindəki o kitabı götürmək istəyirsiniz, düzdür? Amma sizin ona əliniz çatmır. Sizə nə ehtiyac var? Altınıza bir stulçik qoyursunuz, yəni oturacaq qoyursunuz ki, sizi onun üstünə çıxasınız və sizin əliniz çata o şkafın başındakı kitaba, düzdürmü? Həmin bu alət nədir sizə ora qaldıran? Stulçik, yəni ki, oturacaq, düzdür? Və həmin bu oturacağımız isə bizim ingilis dilimizdə isə A1 səviyyəmiz olacaqdır. Biz indi A1 səviyyədən başlamalıyıq. Tamam, deyək ki, A1 səviyyədən başlamışıq, amma biz bunu necə praktika eləyək və s. və axır onlar haqqında gəlin danışaq. Deyək ki, siz qrammatika öyrənmişsiniz və yaxud da ki, hansı bir vocabulary, lüğət sözləri öyrənmişsiniz. Qrammatikadan deyək ki, to be dərsini öyrənmişsiniz, A1 səviyyəsiz, present simple, past simple bu şəkildə öyrənmişsiniz, düzdür? Çalışın elə listeningləri dinləyəsiniz ki, sırf present simple-dan ibarət olsun, sırf past simple-dan ibarət olsun, bu şəkildə öyrənərsiniz. Artıq pillə-pillə siz getdikcə, vocabulary'nizi pillə-pillə artdıqca, siz artıq, necə deyərlər, yaxşı bir şəkildə qulaq asa biləcəyiniz üçün artıq daha qarışıq mövzulardan danışılan listeninglərdə yaxşıca qulaq asıb anlaya biləcəksiniz. Bu şəkildə. Və siz mənə sual verərsiniz ki, mən bu A1, A2 necə deyim, listeninglərini hardan tapa bilərəm? Bir kitab var. Kitabın adı, bəlkə də bilmiş olarsınız, New English File kitabıdır. New English File bu kitabdır. Onu əldə edib başlaya bilərsiniz. Onu da qeyd edeyim ki, mən buraxılış tələbələrində də mənim rastlaşdığım şeylərdən birisi odur ki, uşaqların probleması nədir? Listeningdir. Düzdür? Mən bunun üçün New English File kitabını istifadə etmirəm. Tamamilə öz vəsaitlərimi istifadə edirəm. Mən vəsaitlərimi isə hələ ki satmıram, bilmirəm. Bəlkə bir il sonra, ya nə zamansa sonra mən onu sizə sata bilərəm. Ancaq hala ki, mənim belə bir fikrim yoxdur və mənim vəsaitlərimi əldə edə bilməyəcəksiniz. Ancaq əgər ki, gedib almaq istəyirsinizsə, bütün Azərbaycanda belə harda olursunuzsa olun, yəni bu kitab çox məşhur bir kitabdır, onu əldə edə bilərsiniz. Bir dənə bunun qrammatika kitabı olur, bir dənə listening reading kitabı olur və diski olur sizin. Çünki siz onu dinləyəsiniz və tapşıqları orada həll edəsiniz. Amma təbii ki, bu videonun əsas hissəsi bundan ibarət deyil. İndi mən sizə burada bir taktika deyəcəm. Birazdan sizə bu taktikanı deyəcəm. Hansı ki, bu sizə kömək olacaqdır ki, əgər ki, sizə deyək ki, qarşınızdakı insan pıçıldaya-pıçıldaya danışsa belə və yaxud da deyək ki, siz hər hansısa bir imtihana getmişsiniz, buraxılış imtahanına getmişsiniz, orada sizə listeningə pıçıldasalar belə siz onu başa düşəcəksiniz. Bəs bu metod nədir? İndi onu burada 4-cü punktda danışacağım.
Burada fərqi yoxdur. Bəlkə də siz General English öyrənirsiniz ki, özünüzə bir baza götürəsiniz və ilerleyen zamanlarda IELTS imtahanı və yaxud da ki SAT-yə hazırlaşasınız. Bu şəkildə şeylər də ola bilər. SAT-də düz listening yoxdur, ancaq yenə də beynəlxalq imtahanlar üçün də yəni özünüzü inkişaf elətdirə biləcəksiniz. İlk öncə gəlin həmin bu 4-cü punktdakı məsələmizi deməmişdən öncə 3-cü punktdakı məsələmizi başa düşək. Bizim qulağımız əslində süngərə bərabərdir. Süngər nədir? Rus dilində biz buna qubqa deyirik. İngilis dilində isə bu sponge olacaq. Bu nə deməkdir? Bəs bizim qulağımızla süngər nə əlaqə? Süngər necə bir şeydir? Süngər məsələn suyu özünə hopur, düzdür, öz canına çəkir, düzdür, və bu yavaş-yavaş baş verir. Və yaxud da deyək ki, bir parçadır, parça da suyu öz canına yavaş-yavaş çəkir. Salfetka da eyni ilə bu şəkildə. Və bizim qulağımız bir süngərdir və bizim qulağımız yavaş-yavaş aşina olur qulaq asdıqca ingilis dilinə. Və yaxud da hər hansı bir dil varsa, həmin o dilə yavaş-yavaş aşina olur. Bu arada bu dediyim texnikaları istənilən bir dil üçün istifadə edə bilərsiniz. Sadəcə olaraq mən ingilis dili müəllimiyəm deyə, mən burada ingilis dilini daha çox dilə gətirirəm. Bu şəkildə. Və yaxud da mən gələcək zamanlarda sizinlə speaking haqqında da danışacağım. Speaking haqqında da bunu deyəcəm ki, sizin ağzınız süngəridir və yaxud da öz buraxılış tələbələrimə də deyirəm ki, məsələn, qrammatika öyrənirlərsə, buraxılışda qrammatika da var və ümumiyyətlə hər hansı siz bir bilgini öyrənirsinizsə, bu riyaziyyat da ola bilər, fərqli bir fən də ola bilər. Sizin beyniniz bir süngərdir və siz yavaş-yavaş bilgiləri öz beyninizə hopdurursunuz və o şəkildə o öz canına çəkir. Daha sonra o sizin canınızda, beyninizdə oturandan sonra artıq siz çox rahat, stressiz, həyəcanlanmadan o fənni yaxşı şəkildə master olmuş olursunuz. Yəni mənimsəmiş olursunuz bu şəkildə. Yəni qulağın bu temasını başa düşün və onu anlayın ki, öyrənmək ümumi olaraq çox abstrakt bir şeydir. Məsələn, biz bəzən motivasiya əksikliyi yaşaya bilirik. Ümumi istəyirsiniz buraxılışa hazırlaşın, istəyirsiniz General English. Mən nəyə görə bu iki istiqamətə toxunuram? Çünki mənim buraxılış dərslərim var və General English dərslərim var. Ona görə ən çox bunlara toxunuram. Tez-tez onların adını çəkirəm. Deyək ki, siz hər hansısa bir istiqamətdə belə ya da ki bu formada İngilis dili öyrənirsiniz. Təbii ki, bu bizdən disiplina istəyir, motivasiya istəyir və biz bəzən motivasiya əksikliyi yaşaya bilirik. Və bu çox normaldır. Sadəcə olaraq bu eniş yoxuşlarda, məsələn, burada mən biraz belə navigatora oxşar bir şey çəkmişəm. Fikir verirsiniz, burada bəzən aşağı düşür. Həmin o aşağı düşmələr nədir? Birazdan sizə onu izah edəcəm. Bu aşağı düşmələrdən birisi, iki şey var burada. Birisi bizim motivasiyamızdır. Motivasiyamız aşağı düşür, amma biz davamlı olarsak əgər, yəni qulağımızın süngər olmasını istifadə eləsək, yavaş-yavaş canına hopur və biz bu müddətdə davamlı olaraq biz bunu etsək, həqiqətən görəcəksiniz ki, o zaman sizin qulağınız açılacaq və həqiqətən də siz onu başa düşəcəksiniz. Bəs yaxşı. Biz burada eniş yoxuşlar qeyd etmişik. Eniş yoxuşların ikinci məsələsi də var deyə qeyd etdim. Buradakı məsələ nədir? Buradakı məsələ odur ki, mən bayaqdan sıfırdan danışanları dinləməyə başlayanlar üçün danışıram. Bir də var, hər hansısa bir səviyyədə tıxalıb qalmışlar. Məsələn, A1-siniz, A2 olacaqsınız, düz deyilmi? Siz A1-sinizsə və A2 olacaqsınızsa, bu deməkdir ki, A1-i yaxşıca mənimsəmisiniz, artıq yavaş-yavaş keçirsiniz nəyə? A2 səviyyəli listeninglər dinləməyə. Təbii ki, məsələn, az öncə bu videonu əslində çoxdan çəkəcəkdim, amma bayaqları mənim dərslərimdə belə bir söhbət getdi uşaqlarla aramızda. O da məni biraz tətiklədi ki, bu videonu daha tezləşdirim və indi çəkim. Həmin o tələbələrlə birlikdə biz artıq A1-i atlatmışıq və keçirik A2 dinləməyə. Onu da qeyd edeyim ki, mənim buraxılış dərslərim üçün olan dərslərimdə biz listening, writing və reading çalışırıq. Mənim yazılarım, essay suallarım və yaxud da ki şəkillərim, listeninglərim və yaxud da ki readinglərim gəlir birbaşa imtahana da düşür. Əgər ki siz hansı listeninglərimin və s. düşdüyünü görmək istəyirsinizsə, o zaman mənim Instagram akkauntuma daxil ola bilərsiniz. Yuxarı pinlədiyim, yuxarı sancdığım 3 dənə postum var. Onlara gedib baxa bilərsiniz ki, hansılarda mənim vəsaitlərim gedib necə şəkildə düşübdür. Bu şəkildə.
Deyək ki, siz A1-siniz, keçirsiniz A2-yə. A1-i ilk dəfə dinləyəndə çox sizə ağrılı gəlir. Deyək ki, siz sıfırdan öyrənirsinizsə təbii ki. Bəlkə bilmirəm, siz A2-siniz və B1-ə keçirsiniz. Onu yadınıza salın ki, özünüzə. Mən A1-i öyrənəndə, ya da ki, mən A2-ni öyrənəndə, bilmirəm, bəlkə siz B1-siniz, B2-yə keçmək istəyirsiniz. Və yaxud da burada B1-i öyrənəndə mənim üçün bu ağrılı keçmişdi. Niyə? Çünki biz başımızı işlədirik, bizim beynimizin içərisinə bir bilgi daxil olur və bu təbii ki də bizi incidir. Çünki biz rahat durmuruq, komfort zonamızdan çıxırıq. Bunu bir növ bu cür də izah etmək mümkündür ki, siz bir kəpənəksiniz, kəpənək olacaqsınız. Məsələn, A1 sizə A2 olmaq istəyirsinizsə, siz artıq A2 kəpənək olursunuz. A2 sizə B1-ə keçmək istəyirsinizsə, B1 kəpənək olacaqsınız. B1 sizə B2 keçmək istəyirsinizsə, B2 kəpənək olacaqsınız. Düz deyilmi? Aha. İndi, əgər ki siz bir kəpənək olmaq istəyirsinizsə, siz birincisi qurd olmalısınız. Qurd olduqdan sonra isə bir barama qurduna çevrilirsiniz və orada siz hazır olduqdan sonra öz qabınızı qırıb o şəkildə çıxırsınız və olursunuz kəpənək. Düzdür? Bilmirəm, bəlgəsəllərə baxırsınız ya yox, sənətli filmlərə baxırsınız ya yox. Orada bu kimi məlumatlar var. Hansı ki, siz bunları vizual olaraq görə bilərsiniz ya da ki, araşdıra bilərsiniz. Bu həqiqətən də kəpənəklər üçün çox ağrı verici olur oradan çıxmaq və həqiqi bir kəpənək olmaq. Bu da ona bənzəyir əslində. Bilgilərinizi, yəni məsələn A1-sinizsə, yadınıza salın ilk vaxtlarınızı. Necə ki, bu sizin üçün ağrılı gəlmişdi, amma yavaş-yavaş A1-ə alışmışdınız və siz A1-i tam şəkildə başa düşə biləcək səviyyədə olmuşdunuz. Eynisi də A2 üçün olacaqdı. A2 ilk vaxtlar sizi incidəcəkdi, ancaq siz də yavaş-yavaş buna aşina olacaqsınız. Niyə? Çünki bizim beynimiz süngərdir və bu yavaş-yavaş bu cür olacaq. Başa düşürəm, zəhmətli bir işdir, ancaq olacaq. Aha, indi biz bunu başa düşdük, zəhmətli hissəsini. İndi gəlin biz ən əsas hissəyə gələk, çıxaq transkript hissəsinə. Baxın, bu videonun əsas hissəsi buradadır. Bura kimi izlənmişsinizsə, mən sizi təbrik edirəm. Çünki çox gözəl bir hissəyə gəldiniz, çıxdınız. Transkript nədir? Transkript sizin listeninginizin yazılı formatıdır. Məsələn, deyək ki, mən sizə bir listening göndərmişəm, ya da ki, özünüz bir listening dinləyirsiniz və sizin listeninginizdə sizə belə deyir, hello, nə bilim, my name is Alsu və s. və axır belə şəkildə davam edir listening. Transkript nədir? Çıxartmaq nə deməkdir? Listeninginizin mətn formasını çıxartmaqdır. Orada sizə hello deyirsə, yazırsınız hello, my name is Alsu deyirsə, yazırsınız my name is Alsu və s. və axır. Mən belə deyəndə bəzən tələbələrdən belə bir sual ala bilirəm ki, mən bu listeningi neçə dəfə dinləməliyəm bunu yazmaq üçün. Bala, mən az öncə şəxsən bir dəqiqə əvvəl nə deyirəmsə, o cümləmin içərisindəki sözləri mən unutdum ki, mən nə dedim. O ki qaldı, siz başqasının danışdığı listeningi dinləyirsiniz və onu birə-bir yazmalısınız. Çünki siz transkript çıxardacaqsınız. Bu təbii ki də sizin yadınızdan çıxacaq. Çünki bu çox normaldır, düz deyilmi? Sizin də yadınızdan çıxır bir dəqiqə əvvəl danışdığınız şey, düz deyilmi? Ona görə də nə edirsiniz? Bir sözü eşitdiniz, məsələn, hello dedi, dayandırırsınız listeningi və yazırsınız dəftərinizə hello. My dedi, yazırsınız dəftərinizə my. Ardıca name dedi, yazırsınız name və s. və axır. Və bu şəkildə davam edir. İndi siz mənə deyirsiniz ki, transkript çıxartmaq mənim nəyimə gərəkdir? Bu mənə necə kömək ola bilər? Yəni, indi onu da açıqlayaq sizin üçün. Transkript çıxartmağın iki cür bizə faydası var. Birinci faydamız ondan ibarətdir ki, biz eşitmədə, yəni deyilişdə problemimiz var. Dinləmədə problemimiz var deyil də, deyilişdə, yəni tələffüzdə, pronunciation'da problemimiz var. İkinci məsələ isə odur ki, sözü tanımırıq. Məsələn, belə bir söz var və sən bu sözü görürsən, deyirsən ki, bu nədir? Mən başa düşmürəm ki, bu söz nə deməkdir? Bu söz knowledge sözüdür. Knowledge sözüdür və bilik deməkdir. Aha, birinci problemimiz odur ki, biz deyilişi bilmirik. Məsələn, sən bu sözü bilirsən ki, bu söz knowledge yazılır. Ancaq sən bilmirsən ki, bu söz necə deyilir? Bu söz, biraz fonetikadan xəbərdar eləsəm sizi, K ilə N hərfi ingilis dilində yan-yana gəldikdə K deyilmir, knowledge olaraq şəklində bu deyiləcəkdir. Və sənin xəbərin yoxdur ki, bu söz knowledge olaraq deyilir. Sən bunu bilmirsən, düzdür? Artıq sən bunu bilmirsənsə, deməli, burada bir problema var və sən nə etməlisən?
Və özü də ki, transkript çıxardanda deyək ki, bilmədiyiniz bir söz oldu, o hissəni bir dənə belə nöqtələyirsiniz. Daha sonra isə nə edirsiniz? Həmin bu sizin yazdığınız transkript ilə əsl transkripti, məsələn, mən bütün tələbələrimi transkriptlərlə təmin edirəm. Hər bir listeningin transkripti var məndə. Olmasa belə oturub özüm yazıram onu həmən. Yəni belə bir, məsələn, mənim tələbələrim belə bir problemə yaşamırlar. Hər birində bu var. Siz də bunu öz müəlliminizdən tələb edə bilərsiniz və yaxud da ki, aldığınız kitabın arxasında bunun olmasına diqqət edə bilərsiniz. Səhv etmirəmsə, New English File kitabında var. Artıq neçə müddətdə onu istifadə etmirəm, tamamilə öz vəsaitlərimi istifadə edirəm. Ona görə artıq unutmuşam ki, New English File kitabında vəziyyət necə idi. Amma səhv etmirəmsə orada olmalıdır. Burada biz bunu müqayisə edəndən sonra biz buradakı iki problemdən birisinə rastlaşdırıq. Əslində bu şəkildə bayaqlar deməli idim. Birincisi nə idi? Az öncə dediyim kimi deyilişdir. Deyilişi bilmirsənsə əgər, sən bu sözü yaza bilməyəcəksən və avtomatik olaraq bu söz deyilən yerdə nöqtə qoymuş oldun transkriptində, düz deyilmi? O zaman sən nə etməlisən? Həmin bu nöqtə olan yerdə görürsən ki, əsl transkriptdə nə yazılıbdır? Nə olacaq sözü? Tamam, gedirsən bu sözü, bilirsən ki, bu bilik deməkdir, əla. Qayıdırsan listeningə və bu sözün keçdiyi yeri bir dəfə də dinləyirsən ki, görüm hələ bu listeningdəki sözü necə deyir. Təbii ki də, sən gedə bilərsən Google-a və yaza bilərsən ki, pronunciation of the word hansısa sözün pronunciationu, yəni ki, hansısa sözün deyilişi. Artıq siz burada, məsələn, deyirsiniz ki, the pronunciation of the word knowledge. Beləcə şəkildə yazırsınız Google-a və Google-da sizin üçün çıxacaqdır ki, siz bu sözü necə deməlisiniz. Həm Amerikan variantında, həm də ki, British variantında. Nəsə, buralara çox girmirəm ki, zaten bunu mən lüğət videomda sizə ətraflı danışacağım. Bu şəkildə və bilirsiniz ki, bu söz necə deyilir. Bunu artıq bildikdən sonra artıq gələn dəfə bunu siz səhv etməyəcəksiniz bu şəkildə. İkinci məsələ isə odur ki, sözü tanımırsan. Ümumiyyətlə səni, məsələn, belə bir söz öyrədək, bəlkə buradan bir söz öyrənmiş olarsınız. Predict, təxmin etmək, nəyisə proqnozlaşdırmaq deməkdir. Məsələn, hava bulutludursa, mən proqnozlaşdırıram ki, predict edirəm ki, yağış yağacaq, düzdürmü? Sən deyək ki, listeningdə sənə deyir ki, predict və sən də deyirsən ki, bu predict nə deməkdir, abala? Bilmirsən bu söz ki, bu sənə nə deməkdir. Buna da deməli, belə nöqtə qoymuş oldun öz transkriptində, düz deyilmi? Əsl transkriptlə öz transkriptini compare edəndə, to compare, müqayisə edəndə görəcəksən ki, bu söz bu cür yazılır. Predict sözüdür. Gedəcəksən, bu sözün anlamını araşdıracaqsan. Necə lüğət öyrənmək lazımdır, o haqda dediyim kimi danışacağım. Başqa bir videomda ayrıca bir lüğət videom olacaqdır. Orada görəcəksiniz. Öyrənirsən bu sözün anlamını və öyrənirsən bu sözün deyiliş formatını. Deyiliş formatında dedim ki, nə formada görmək lazımdır. Bu şəkildə. Bunu bilirsən və bitdi. Artıq sən bunları müəyyən edəndən sonra hər dəfə transkript çıxardanda nöqtəli olan yerlərə sən bir get bax, sən bax gör, deyilişə görəmi bilmədin, yoxsa sözü ümumiyyətlə bilmirsənmi deyə sən bunu yaza bilmədin. Bu şəkildə. Bundan başqa bir problema ilə rastlaşan görməmişəm. Məsələn, deyirsiniz ki, mənim üçüncü problem olaraq deyə bilərik, sürətli danışırlar. Artıq bu problem deyil, bu listening problemi deyil. Bu artıq o deməkdir ki, onların siz günlük həyatda istifadə etdiyi sözləri bilmirsiniz. Bu gedir lüğəti gedib çıxır. Bu artıq metodikaya, yəni akademik şəkildə gəlir çıxır da. Yəni bu sizin qulağınızda olan bir problema deyil. Başa düşdünüz? Yəni bu sizin tətbiqsizliyinizdən gəlmir. Ümumi olaraq, məsələn, siz bilmirsiniz ki, onlar, məsələn, ən məşhurlarının birini deyim, want to-nu qısaldıb wanna deyirlər. Belə bir şəkildə. Bunu deyirlər deyəndə siz elə bilirsiniz ki, orada sürətli danışırlar. Sürətli danışmırlar, sadəcə olaraq onlar qısaltmalardan istifadə edirlər. Təbii ki də bir dənə disclaimer deyim sizin üçün. Wanna kimi belə qısaltmaları imtahanlarda heç bir zaman olmaz istifadə etmək. Çünki wanna günlük həyatda istifadə edilir. Necə ki, nətərsən deyirsiniz günlük həyatda, amma imtahana gedəndə necəsiz deyirsiniz. Düzdür? Want to da bizim imtahanda yazmalı olduğumuz rəsmi formatdır. Yəni bu şəkildə. O transkriptlərdən, actually o qısaltmalardan burada istifadə etmək olmaz. Bu da bu şəkildə. Ümid edirəm bunu izah edə bildim transkript temasını. Həm beləliklə biz sözlərin deyilişini, həm də ki, mənalarını öyrənmiş olacağıq. Hətta
reading eləyə də bilərsiniz. Səsli bir şəkildə oxusanız sizin speakinginizi inkişaf edə bilər. Nəsə, bu da ayrı bir videonun temasıdır. Burada o haqqda danışmayacağam. Davam edirəm nə haqqında danışmağa? Əziyyətsiz listening etmək. Əziyyətsiz listening etmək nə deməkdir? Əziyyətsiz listening etmək o deməkdir ki, siz şuuraltı ilə işləyəcəksiniz. Bəs yaxşı, bu necə olacaqdır? Deyək ki, sizin fokus nədir? Sizin odağınızı, yəni konsantrə olmağınızı, fikrinizi, diqqətinizi tələb etməyən bir iş görürsünüz deyək ki. Məsələn, xanımlarda nümunə deyirəm. Deyək ki, paltar qatlayırsınız, otağınızı sərgiyə salırsınız. Bu sizin diqqətinizi tələb etmir də, düzdür? Amma dərs eləyirsinizsə, zehni işlə məşğul olursunuzsa, bu artıq sizin fikrinizi tələb edir. Yəni sizin fikriniz orada olmalıdır. Amma deyək ki, ev yığışdırırsınız, arxada bir musiqi açırsınız, ya kinoya baxa-baxa edirsiniz, düz deyilmi? Baxın, həmin o kimi işlərinizi, elə bir işləriniz olarsa, o zaman nə iş görürsünüz? Arxada ingilis dilində danışan bir şey açırsınız, qoyursunuz o tərəfə. İndi deyirsiniz ki, müəllimə, sən bizə nağıl danışırsan, sən bizə nə demək istəyirsən? Yox, mən sənə nağıl danışmıram, mən sənə mif danışmıram. Bu həqiqətən olmuş bir şeydir. Deməli, mən nə edirdim? Mən bunun tamamilə fərqində olmadan edirdim və sonra neyrolingvistikanı mən araşdıranda həqiqətən də gördüm ki, belə bir şey mövcuduymuş və mən bunu şuursuz bir şəkildə edirmişəm. Mən musiqi dinləməyi çox sevən bir insanam. Deyək ki, öz otağımı sərgiyə salıram ya da ki, fikrimi tələb etməyən hər hansısa bir iş görürəm, yemək bişirirəm. Bu mənim çox xoşuma gəlir ki, mən kənarda musiqi açım ya da ki, bir podkast dinləyim. Dinlədiyim podkastlardan birisi isə YouTube-da da əgər ki, siz bunu search eləsəniz, axtarsınız, tapa biləcəyiniz bir podkastdır. Diary of a CEO. Belə bir YouTube kanalı var və siz oradan çoxlu ingilis dilində podkastlara qulaq asa bilərsiniz. Çox faydalıdır, onu da sizin üçün qeyd edim. Amma başlanğıc səviyyəlilər üçün yox, iləri səviyyələr üçün bunu tövsiyə edərdim. Bu şəkildə və yaxud da ki, TED Talk'lar qulaq asmağı çox sevirəm. Bu şəkildə. Mən musiqi və yaxud da ki, bu kimi podkastları mənə maraqlı olan, bəlkə siz film izləməyi çox sevirsiniz. Mən film izləməyi sevən birisi deyiləm deyə. Onun əvəzinə mən kitab oxumağı çox sevərəm. Nə edirdim? Bunlara qulaq asırdım. Düz deyilmi? İndi məndə sonra nə baş verirdi? Arada olurdu ki, mənim fikrim yayınırdı. Tamamilə, yəni deyək ki, musiqi oxuyur arxada, amma mənim fikrim musiqidə deyil. Ya da ki, TED Talk gedir arxada, mənim fikrim orada deyil. Ya da ki, arxada podkast açmışam və mənim fikrim orada deyil. Fikrim yayınıb, düzdür? Amma sən ona əmin ol ki, sənin beynin həqiqətən bir süngərdir. Sənin beynin həqiqətən bir maqnitdir ki, özünə çəkir. Eşitdiyi hər bir şey özünə çəkir. Sən bunu öz xeyrinə istifadə et. Çox xahiş edirəm. Bu həqiqətən də elmi olaraq sübut edilmiş və neyrolingvistikada da olan bir şeydir və canlı sübutu mənəm ki, məndə bu işə yarayıbdır. Deməli, mən onlara o şəkildə qulaq asırdım, arada bir fikrim gedirdi. Bəzən olurdu ki, mən speaking eləyəndə, danışanda və yaxud da ki, yazı yazanda bir söz istifadə edirdim. Mən ayılırdım ki, bunu mən hər hansı bir dərsdə öyrənməmişəm. Bunu hər hansı bir lüğət öyrənərkən və yaxud da ki, oxuma edərkən öyrənməmişəm. Mən bu sözü hardan bilirəm? Sonra günlərin bir günü mən ayılıram ki, yenidən hər hansısa bir şeyə yenidən qulaq asırdım. Orada mən ayılıram ki, bəs bu söz burada var. O zaman mən başa düşdüm ki, mən əslində oradan öyrənmişəm. Və bu necə məni incitmədən, mənim fərqimdə olmadan, mənim beynimə yeridilən bir bilgi oldu. Düz deyilmi? Bundan çox xahiş edirəm, istifadə edin. Arxada bir şeylər açın və o getsin. Hətta bu şuuraltı o qədər güclü bir şeydir ki, bəzən insanlar, mən bir gün bu haqqda da danışaram. Ya Telegramda, bu arada mənim Telegramda çox qəşəng podkastlarım var. Gedib onlara da qulaq asa bilərsiniz. Mənim bütün sosial medialarımı aça baxa bilərsiniz. Bu videonun açıqlama hissəsində həm Instagramda, həm Telegramda, həm də YouTube-da aktiv şəkildə fəaliyyət göstərirəm. Deməli, həmin o bəzən afirmasiyalar edir insanlar, hansı ki olumlama deməkdir bunlar. Olumlamaları insanlar nə edirlər? Gecə vaxtı onlar qoşurlar baş ucunda o afirmasiyaları və onlar o cür yatırlar. Səhər-səhər oyananda artıq onlar o afirmasiyanı dinlənmiş birisi olur. Çünki dediyim kimi beyin maqnit kimi, süngər kimi bilgiləri özünə çəkir.
artıq oradakı bilgilər və sair onların başının içərisində olmuş olur. Ancaq mən belə şeyləri gecə vaxtı açmağı sizə tövsiyə etmirəm. Niyə? Çünki siz nə zaman ki belə hərəkətlər edirsiniz, sizin beyniniz məşğul şəkildə yatır. O zaman siz səhər-səhər oyananda siz əslində yorğun şəkildə oyanmış olursunuz və siz özünüzə deyirsiniz ki, axı mən 8 saat, 10 saat yatmışam, mən niyə bu qədər yorğunam? Çünki sən yatanda beynini söndürməmiş yatmışdın. Aktiv şəkildə yatmışdın ona görə. İzah edə bildim. Bu kimi şeylərlə özünüzə də ziyan verməyin. Yəni bunu addictive, yəni belə takıntılı halda etməyin. Şuurlu bir şəkildə bunlardan istifadə edin və bunlar sizə kömək olacaq. Əgər ki, məsələn, bilmək istəsəniz ki, hansı musiqilərə qulaq asmaq olar, mənim YouTube kanalıma daxil ola bilərsiniz. Playlistlər, yəni ki, mahnı siyahıları hissəsinə daxil olun. Orada siz görəcəksiniz ki, mənim orada yığdığım bəzi musiqilər var və yığmağa da davam edirəm. Və oradakı musiqiləri lirikaları ilə yığıram həmin o playlistə ki, siz ona bəlkə sözlərinə baxaraq qulaq asmaq istəyirsiniz. Necə istəyirsiniz onu istifadə edə bilərsiniz də, yəni mən ora yığıram. Bu şəkildə mənim listening haqqında başqa demək istədiyim bir şey yoxdur. Əgər ki, deyək ki, sən burada artıq praktiki şəkildə bunu öyrəndin və belə bir sual yarana bilər ki, mən transkripti nə zamana kimi çıxartmağa davam edim? 100% şəkildə hər bir şeyi başa düşənə qədər belə vaxtlar olacaq ki, sən hamısını yaza biləcəksən. Artıq həmin o zamana gəldikdə sən artıq transkripti dayandır. Deyək ki, A1-i o şəkildə öyrəndin, artıq keçirsən A2 səviyyədə qulaq asmağa və görəcəksən ki, həqiqətən də səni orada belə meydan oxuyur o listening, səni belə türklər demiş zorlayır, səni biraz belə meydan oxuyur sənə qarşı. Artıq görəcəksən ki, orada da sənə transkript çıxartmaya ehtiyac yaranacaq və o dediyim 2 dənə problemin birisi olacaqdır orada yaza bilmədiyin, başa düşmədiyin sözlər. Onları həll edərək sən özünü inkişaf etdirə biləcəksən. Bu şəkildə. Bunun əlavə olaraq, əgər ki, siz 9-cu və 11-ci sinif şagirdlərinin buraxılış imtahanları formatında olan sualları necə işləmək lazımdır, onları görmək istəyirsinizsə, o zaman mən yenə də onları işləmişəm. Həm 9-cu sinif üçün, həm də 11 üçün mənim bir videom var. 9-cu sinif üçün ayrıdır, 11 üçün ayrıdır. Onu girib daxil ola bilərsiniz mənim kanalıma ya da ki, bu videonun açıqlama hissəsinə. Orada da mən linkini sizinlə bölüşəcəm və orada isə buraxılış üçün başqa daha belə sizi sürətləndirəcək taktikaları da orada demişəm sizə. Onlardan da istifadə edə bilərsiniz və inkişaf etdirə bilərsiniz listeninginizi imtahan üçün də. Bu şəkildə ümid edirəm sizə faydalı olar. Tələsməyin, yavaş-yavaş hər şey inkişaf eləyəcək. Belə. Ayrıca bir sualınız və yaxud ki, video istəkləriniz olarsa, hansı mövzu haqqında danışmamı istəyirsinizsə, videonun kommentariya hissəsinə, yəni şərhlərə qeyd edə bilərsiniz, rəylərə qeyd edə bilərsiniz. Mən onları nəzərə alacağam və sizin üçün nələrsə etməyə çalışacağam. Videonu bəyənməyi, like eləməyi, komment yazmağı, dostlarınızla bölüşməyi, kanala da abunə olmağı unutmayın. Çox sağ olun, özünüzə yaxşı baxın.